إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهدي الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم فمن يدع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهادي هادي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها كل محدثة بدعة كل بدعة دلالة وكل دلالة في النار. Bugün gedişindən ötürü bir qədər üzüldüyümüz qonaq olan Ramazan ayını yola salmaqla yanaşı müsəlmanların bayram sevincini yaşadıkları gözəl bir gündür. Və bayramlar heç şübhəsiz ki, İslam dininin şüarlarındandır. Və kafirlərin qeyd etdikləri fərqli bayramların yerinə Allah Azə və Cəllə bizlərə bu iki bayram olan Ramazan və Qurban bayramlarını vermişdir. Və bu ikisi xaricində İslam dinində heç bir bayram yoxdur. Yola saldığımız ay isə bağışlanma və rəhmət ayıdır. Və içərisində 1000 aydan daha xeyirli bir gecə olan Qədir gecəsinin olduğu Ramazan ayı. Hədislərdən də bildiyimiz kimi Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Ramazan ayına yetişib də günahlarından bağışlanmadan çıxanın burnu sürtünsün. Belə deyərək Allah Rasulü sallallahu aleyhi və səlləm bu ayın fəzilətindən istifadə edə bilməyənlər üçün bəddua etmişdir. Və əminəm ki, burada olan qardaş və bacılarım və sonradan internet üzərindən bu xütbəmizi dinləyəcək olan qardaş və bacılarımız bu ayda digər aylardan daha çox ibadət etmiş və Allahdan daha çox bağışlanma diləmişlər. Allah subhanahu və teala öz rəhməti ilə səmimi şəkildə tövbə edən, səmimi şəkildə istiğfar diləyən qullarını bağışlayandır. Və bildiyimiz kimi tövbənin 3 şərti vardır. Peşman olmaq, həmin əməli tərk etmək və bir də o günaha qayıtmamaq üçün əzm göstərmək. Lakin bugün sizə elə bir günah haqqında danışacağım ki, insanlar onu gözlərində adiləşdiriblər və kiçik görməyə başlayıblar. Lakin bu günah digər bir çox günahdan çox daha şiddətli və çox daha təhlükəlidir. Çünki bu günahdan qurtulmaq üçün sadəcə tövbənin bu 3 şərti kifayət deyil. Və üstəlik burada qul haqqı da vardır. Və necə salih əməl sahibləri vardır ki, onlar bu günah səbəbi ilə müflis olublar. Müflis də sizlərin də bildiyi kimi dəyərli müsəlmanlar, Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olan hədisdə də deyildiyi kimi, Allah Azə və Cəllənin qarşısına çoxlu salih əməllərlə gəlib, lakin insanların haqlarına zülm etdiyi üçün savabları əlindən alınaraq, sonunda savabsız qalan kimsələrdir. Zikr edəcəyim müflislik səbəbi olan bu günah qeybətdir. Qeybət, Quranda və sünnədə haqqında nas olan ən iyrənc əməllərdəndir. Uca Allah, Hucurat surəsində əvvəlcə möminlərin qardaş olduğunu xatırlatdıqdan sonra, onları bu qardaşlığı zədələyəcək şeylərdən çəkindirir və deyir ki, həqiqətən möminlər qardaşdırlar. Elə isə iki qardaşınızın arasını islah edin və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız. Ey iman gətirənlər! Bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Ola bilsin ki, onlar, yəni məsxərəyə qoyulanlar, o birilərindən, yəni onları məsxərəyə qoyanlardan daha xeyirli olsunlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar. Ola bilər ki, onlar o birilərindən daha xeyirli olsunlar. Bir-birinizə tənə vurmayın. Bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlardır. Və bu ayətdən sonraki növbəti ayətdə Uca Allah buyurur ki, ey iman gətirənlər, zənnin çoxundan çəkinin. Çünki zənnin bəzisi günahdır. Bir-birinizi güdməyin. Bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Bu sizdə ikrah hissi oyadır.
Allah'tan qorxun. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhimlidir. Qeybət, ölü bir müsəlmanın ətini yemək kimi iyrənc bir əməldir, dəyərli müsəlmanlar. Müşriklərin kəsdikləri ətləri yeməkdən imtina edən biz müsəlmanlar üçün ölmüş qardaşımızın ətindən yeməkdən geri durmağımız daha əvla deyilmi? Əlbəttə ki, bu iyrənəcəyimiz bir işdir. Bəs bu qeybət nədir? Biz bunun həqiqətini bilirikmi? Bəhanələrin ardına sığınaraq danışdığımız bəzi sözlərin qeybət olduğunu bilərəkmi edirik, yoxsa bundan cahilikmi? İmam Müslimin səhihində rəvayət etdiyi bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrindən soruşur. Qeybət nədir bilirsinizmi? Sahabələr də cavablarında deyirlər ki, Allah və Rasulü daha yaxşı bilir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, qeybət, din qardaşını onun xoşuna gəlməyəcək bir şeylə anmağın, onun xoşuna gəlməyəcək bir şeyin onu zikr etməyindir. Və içlərindən bir sahabə soruşur ki, ey Allahın Rasulü, əgər danışdığım şey onda varsa, onda necə olsun? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əgər danışdığın şey onda varsa, o zaman qeybət etmiş olursan. Yox, əgər onda yoxdursa, o zaman iftira etmiş olursan. Və bizdə də belə bir cahiliyə adəti formalaşıb ki, hansısa bir məsələ haqqında danışanda deyirlər ki, qeybət kimi çıxmasın, onun üzünə də deyərəm. Və hədisdən də gördüyümüz kimi, bunun üzünə də deyərəm sözü günahın bizim əməl dəftərimizə yazılmasından bizi qorumur. Çünki qardaşımızın qiyabında onun haqqında danışdığımız xoşa gəlməz şey qeybət olaraq yazılır. Demək ki, qeybət yanımızda olmayan bir müsəlmanın haqqında onun xoşuna gəlməyəcək şeyi danışmağımızdır. Subhanallah, ən çox etdiyimiz və ən az qorunduğumuz şeydir, elə deyilmi? Bu iyrənc əməldən salamat qalanımız varmı görəsən? Allah bizləri öz rəhməti ilə islah etsin. Qeybətin dünyadakı misalı bu qədər iyrənc ikən, öldükdən sonraki cəzası isə daha şiddətlidir. Hədislərin birində nəql edilir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm qəbirlərin yanından keçəndə iki qəbrin ortasında dayanır və səhabələrindən yaş bir çubuq gətirmələrini əmr edir. Və həmin çubuğu ikiyə ayıraraq hərəsini bir qəbrin yanına batırır. Və səhabələrə deyir ki, bunlardan biri nəmmamlıq etdiyinə görə, yəni söz gəzdirdiyinə və qeybət etdiyinə görə qəbirdə əzab görür. Digəri isə sidiyindən qorunmadığı üçün, yəni dəstəmaz aldıqda, təharətə getdikdə paltarını sidik tullantılarından qorumadığı üçün hər ikisi qəbrində əzab görürlər. Və ümid edirəm ki, bu çubuqlar yaş qaldığı müddətcə onların əzabı yüngülləşər. Və Meyrac hədisində də yenə görürük ki, Allah Rasulü sallallahu aleyhi və səlləm bir qövmün yanından keçərkən dəmirdən dırnaqları ilə öz sinələrini cıran, öz ətlərini parçalayan bir qövmə rast gəlir. Deyir ki, ey Cibril, bu qövm kimlərdir? Cəbrail əleyhissalam deyir ki, bunlar insanların ırzlarına, insanların namuslarına dil uzatan, onların qeybətlərini edən kəslərdir. Və bunlar qiyamətə qədər bu cür cəza ilə cəzalandırılacaqlar. Allahu Akbar. Dəyərli qardaşlarım, dəyərli bacılarım, diqqətinizi bir yönə çəkmək istəyirəm. Fikir verirsinizsə, nə içki barəsində, nə oğurluq barəsində, nə də bir çox kəbair günahlar barəsində oxuduqda belə bu cür, yəni qeybət haqqında gələn şiddətli təhdidlərə rastlaşmırıq. Lakin qeybət haqqında qısa olaraq zikr etməyə çalışdığımız bu xütbədə daha çox qorxuducu təhdidlər var. Demək ki, qeybətin zərəri və qeybətin fəsadı digərlərindən çox daha şiddətlidir. Qeybətin zərərlərindən ən başlıcası qeybət İslam qardaşlığını və İslamın qorunmasını əmr etdiyi şeyləri zədələyir. Allah Rasulü sallallahu aleyhi və səlləmdən varid olan hədisdə müsəlman belə vəsf edilir. Müsəlman dilindən və əlindən müsəlmanların əmin olduğu kəsdir. Qeybətin olduğu bir yerdə isə bu əmniyyətdən necə danışa bilərik? İslam dini müsəlmanın canını, malını, namusunu qoruma altına alır. Qeybət isə qoruma altına alınan bu şeylərin toxunulmazlığını pozur. Nəmmam kimsə qeybətini etdiyi kəsin malını, onun namusunu və etdiyi qeybətdən asılı olaraq canını təhlükəyə atmış olur. Bugün bəlkə də toplumların cəmaat halına gələ bilməməsinin başlıca səbəblərindən birisi qeybətdir. Qardaşlıq bağları olmadan cəmaat da olmaz. Qardaşlıq bağları isə sevgi, hörmət və etibar üzərinə qurulur.
Bir düşünək değerli müsəlmanlar. İnsan çok sevdiği birisinin qeybətini edə bilərmi? Əlbəttə ki, edə bilməz. Bu sevgide bir zədələnmə olduğu üçün kindən dolayı və yaxud da qəzəbdən dolayı insan qeybət etmə gərəyi hiss edir. Və qeybət sadəcə insanın adı çəkilərək edilmir. İşarə ilə, qaş-göz hərəkətləri ilə, onun adını çəkmədən onun vəsflərini sadalayaraq da olur. Məsələn, bir məclisdə göz-qaşla bir qardaşa işarə edib, biri var içimizdə belə-belədir deməklə də qeybət edilir. Və yaxud da biri var, özünüz bilirsiniz, o keçəl olan və yaxud da ayağı axsaq olan və yaxud da dişi mırıq olan şəklində həmin insanın vəsfini sayaraq bir müsəlmanı alçaldırcasına qeybət edilir. Bəzən də güya başqalarını güldürmək üçün, güldürmək xatirinə bu qəflətə və bu günaha düşülür. Belə bir ortamda isə heç bir hörmətdən söhbət gedə bilməz. Və dedik ki, bir də etibar və güvənmək, yəni qardaşlıq bağlarını bina edən şeylərdən birisi. Qardaşlarım, bacılarım, sizin yanınıza gəlib mənim qeybətimi edən birisinə necə etibar edə bilərsiniz ki, başqasının yanında da sizin qeybətinizi etmir? Və bu da qarşılıqlı etibarı və inamı məhv edir. Bu sadaladıklarım sadəcə danışmaqla olmur. Həmçinin danışılan bir məclisdə susmaq da eynən danışan qədər günahdır. Və bu işdə ortaqlıqdır. Qardaşının şəxsiyyətinin alçaldıldığı yerlərdə onu müdafiə etməyən kəs sabah səni də müdafiə etməyəcək. Və bu kəs də etibarlı birisi olmayacaqdır. Etibarın olmadığı, sevginin və hörmətin olmadığı bir toplumda necə birlikdən, necə cəmaat olmaqdan, necə İslam davasına sahib çıxmaqdan danışıla bilər. İslamın qorumağa çalışdığı məsləhətləri yerlə bir etdikdən sonra bu davaya sahib çıxma iddiası ancaq yalan bir iddia olacaqdır. Bəs insan niyə qeybət edir? Yəni qeybətin səbəbi nədir? Səbəblər az əvvəl də qeyd etdiyim kimi sevginin zədələnməsi, sevginin buğza çevrilməsi və bir digər səbəb də qəzəbdir. Qeybətin səbəblərindən bəziləri kin və həsəd kimi qəlb xəstəlikləridir. Həmçinin başqasının eybini danışan kəs özünü bəyənmiş və başqasını xor görmüşdür. Hucurat surəsinə nəzər saldıqda isə nəyi görürük? Allah Azə və Cəllə ayətdə də buyurduğu kimi deyir ki, zəndən çəkinin. Yəni, demək ki, suizən qeybətə səbəb olur. Və davamında bir-birinizi güdməyin, eyblərinizi araşdırmayın deyir. Demək ki, açıq-aşkar günahlarını işləyənlər istisna olmaqla bir-birimizin gizli hallarını, gizli günahlarını araşdırmağımız günahdır və qeybətə başlıca səbəbdir. Üstəlik, Allah Resulü sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, kim qardaşının eybini araşdırarsa, onun eybini açarsa, Allah da onun eybini araşdırar. Və Allah da bir kimsənin eybini araşdırarsa, evində gizli qapılar arxasında olsa belə onu ifşa edər. Bu da qeybətin dünyadakı cəzalarındandır. Malik bin Ənəs rahiməhullah buyurur ki, Mədinədə günahları gözə çarpmayan elə insanlar gördüm ki, başqalarının eyblərindən danışmağa başladıqdan sonra öz eybləri ortaya çıxmağa başladı. Və bəzən də görürsən ki, bir qardaşın və ya bir bacının hansısa halından danışaraq digərlərini güldürürlər. Bu da qeybətin ən pislərindəndir. Hucurat surəsində az əvvəl də zikr edildiyi kimi, bir qövm başqa bir qövmü lağa qoymasın. Bəlkə lağa qoyulan, məsxərəyə qoyulan, digərindən, lağa qoyandan daha xeyirlidir. Dilimizi qoruyaq dəyərli müsəlmanlar. Həm toplumun islahı üçün, həm də savablarımızı itirməmək üçün dilimizi qoruyaq. Bəhanələrə sığınaraq qeybət etməyək. Birinə Allahdan qorx, qeybət etmə dedikdə, qardaş, mən onun islahı üçün danışıram, qəsdim qeybət deyil deyərək dərhal özünü müdafiəyə keçir. Vallahi bu münafiqlikdən bir şöbədir. İslahını istəyirsənsə, get özünə nəsihət et. İslahı üçün onunla danış, onunla zikr et. Üzünə deyə bilmədiyin bir şeydirsə, mesaj şəklində yaz göndər. Məsələ haqqında ona bir dərs göndər. Və yaxud da məsələ haqqında bir məqalə at. Və yaxud da o məsələyə əhatə edən hər hansı bir kitab hədiyyə et, apar ver ki, oxusun, bəlkə ondan bir nəticə çıxarar. Yox, əgər bütün bu səbəblərdən yapışmadan, elə birinci olaraq hansısa bir qardaşın yanına gələrək qardaşının eybini açırsansa, Bəqərə surəsində keçən bu ayətin muhatabı olmaqdan qorx. Onlara yeryüzündə fəsad törətməyin deyildiyi zaman biz ki ancaq islah edənlərik deyirlər.
Əslində elə onlar özləri fəsad törədənlərdir, lakin bunu hiss etmirlər. Elə ən böyük fəsadlardan birisi qeybətdir, əzizlərim. Sadəcə dilimiz və qulaqlarımız artıq buna adət etdiyi üçün bunu kiçik görməyə başlamışıq. Rəbbim bu zikri bizlər üçün faydalı etsin. Deyək ki, bizi dinləyən qardaş və bacılarımız bu xütbədən sonra dedilər ki, Allah bizləri islah etsin, artıq dərs çıxardacağıq və dilimizi islah edəcəyik. Bəs əvvəl etdiyimiz günahlar, əvvəl etdiyimiz qeybətlər necə olsun? Bu zaman tövbəmizin 3 şərtinə əlavə olaraq bir də qeybətini etdiyimiz kəslərdən halallıq alacağıq. Allah Resulü sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, kim bir qardaşının malına və ırzına zülm edibsə, özündə dinarın və dirhəmin olmadığı gün gəlməzdən əvvəl ondan halallıq istəsin. Burada ırz dedikdə bizim dərhal ilk ağlımıza gələn namus kimi məsələləri başa düşməyin. Yəni daha çox hədislərdə keçən ırz məsələsi insanın şəxsiyyətini qəsd edir. Həmçinin dilimizlə etdiyimiz günaha zidd olaraq dilimizlə çoxlu salih əməllər işləyəcəyik ki, salih əməllərimiz günahlarımızı yuyub aparsın. Əbu Zər Cündəb ibn Cünadə və Əbu Abdurrahman Muaz ibn Cəbəl radiyallahu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Harda olursan ol, Allahdan qorx. Pislik işlədiyin zaman dərhal arxasından yaxşılıq et ki, o pisliyi silib süpürsün. Dilimizlə zikr edərək, dilimizlə dəvət apararaq, Quran oxuyaraq və bu kimi salih əməllər işləyərək, həmçinin müsəlmanların ırzını qoruyub, onları hər yerdə müdafiə edərək və onlara nəsihət edərək bu günahların qarşılığını ödəməyə, bunların kəffarətini ödəməyə çalışacağıq. Və son olaraq, zahirən qeybət kimi görünən, lakin danışılması icazəli olan şeyləri zikr edəcəm ki, qeybət ilə qeybət olmayanı bir-birindən ayırt edə bilək. Allah Azə və Cəllə Quranda Nisa surəsində də bildirdiyi kimi və bunu da alimlər dəlil olaraq gətirərək deyirlər ki, zülmə məruz qalan birisinin zalim haqqında danışdığı qeybət sayılmaz. Allah Azə və Cəllə buyurur ki, Allah pis sözün ucadan deyilməsini sevməz. Yalnız zülmə məruz qalmış kimsələr müstəsnadır, Allah eşidəndir, biləndir. İbn Abbas radiyallahu bu ayət təfsirində deyir ki, burada deyilən pis söz qeybət qəsd olunur. Və ikinci olaraq, şər adamın şərindən qorunmaq üçün və müsəlmanları da ondan çəkindirmək üçün onu bildirmək. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm bir çox dəfə bunu etmişdir və siyər kitablarında da bu öz yerini tapıb. Həmçinin, müsəlmanların məsləhəti olan işlərdə eyibləri bildirmək icazəlidir. Fatimə bintu Qays evlənmək istədikdə, Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəlir və ona evlənmək üçün talib çıxan adamları zikr edərək, ey Allahın Rasulü, falan kəs mənə talib çıxıb, falanca mənə talib çıxıb deyərək onları bir-bir zikr edir. Allah Rasulü da falanca malı olmayan birisidir və onunla evlənsən dolanışığın çətin olar. Falancanın dəyənək əlindən düşmür, yəni qadınını döyən birisidir olaraq o insanlarda olan, əskik olan xislətləri bildirir ki, yəni bu qadının yaşam tərzindəki məsləhətini nəzərə alaraq digərlərinin eybin Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir və bu da qeybət qəbilindən olmayan sözlərdəndir. Həmçinin bir məsələnin hökmünü öyrənmək istəyən adamın ifşa etdiyi məsələ qeybətdən sayılmaz. Və buna da misal olaraq Hind bintu Utbə radiyallahu anhə misal gətirmək olar. Hansı ki, o Əbu Sufyanın zövcəsi idi və Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gələrək deyir ki, ey Allahın Rasulü, mənim ərim cimri birisidir, simic birisidir və ailəsinə yetərincə haqq ayırmır. Mən onun malından övladıma yetəcək şəkildə, uşaqlarıma yetəcək şəkildə götürsəm, icazəlidirmi? Və Allah Rasulü sallallahu aleyhi və səlləm ona deyir ki, özünə və övladlarına yetəcək şəkildə götürə bilərsən. Halbuki normalda bir qadının başqalarının yanında ərinin eyblərini açması, ərinin qeybətini etməsi lənətə düşər olunan əməllərdəndir. Lakin burada fikri bir məsələnin, halal-haram məsələsinin hökmünü öyrənmək üçün soruşulduğu üçün Allah Rasulü sallallahu aleyhi və səlləm bundan çəkindirmədi, əksinə ona mülayim şəkildə cavab verdi. Və bir də açıqdan fısq əməllər işləyən kəsin qeybəti. Həmçinin qardaşlar, bu bidət əhlinə də aiddir. Çünki bidət əhli digər günah sahiblərindən daha şərlidirlər.
Çünki onların xəyanəti həm Allah Azze ve Celle'yə, həm də Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinədir. Və bu səbəblə də İslamın böyük alimləri cildlərlə kitablar yazmış və onları ifşa etmişlər. Və demək olar ki, hədis elmini ayaqda tutan da bu cür cərhlərdir. Cərh elmi. Yəni falan kəs yalancılıqda ittiham olunmuşdur, ondan hədis alınmaz. Falan ravi unutkan birisi idi, onun hədisinə etibar edilməz şəklində cərhlər qeybət sayılmamışdır. Allah Azze ve Celle'dən dilirəm ki, bizləri əff etsin. Günahlarımızı bağışlasın, bizləri dilimizin şərindən qorusun. Bugünə qədər etdiyimiz qeybətlərdən dolayı, dilimizlə özümüzə zülm etdiyimizdən dolayı Allah Azze ve Celle bizi bağışlasın. Və ölüm bizi haqlamamışdan qabaq, qeybətini etdiyimiz kəslərdən halallıq almağı, onların rızasını almağı bizə nəsib etsin ki, çünki qul haqqını Allah Azze ve Celle öz öhdəsinə götürməmiş qulların özünə buraxmışdır. Və qiyamət günündə də qullar bir-birindən haqlarını almadıqca, onlar yerlərindən tərpənməyəcəklər. Və ona görə də qul haqqını yeməkdən, qul haqqına girməkdən və bir-birimizin qeybətini etməkdən daha çox çəkinmək lazım. Çünki Allah Azze ve Celle'yə əlimizi açaraq, Ya Rabbi bizi bağışla, Ya Rabbi biz nəfsimizə zülm etdik deməklə, Allah Azze ve Celle öz rəhməti və mərhəməti sayəsində əff edir. Lakin biz qullar elə naqis varlıqlarıq ki, bu dünyada bəlkə bir-birimizə hansısa bir səbəbdən yazığımız gələr, əff edərik. Amma qiyamət günündə nə atanın oğula, nə ananın evlada bu məsələdə bir tavizi, bir güzəşti olmayacaq. Çünki o gün elə bir gündür ki, ana övladını atıb qaçacaq, ata deyəcək ki, bütün ailəmi atın cəhənnəm ateşinə, Ya Rabbi məni ateşə atma. O günün şiddətindən Allaha sığınırıq və Allahdan qorxaq, o gün üçün özümüzə tədarük görək, o gün üçün özümüzə aziqə yığaq ki, qiyamət günü gəldiyi zaman peşmanlıqdan barmaqlarını dişləyənlərdən deyil, Allahın verdiyi nemətlərdən razı qalaraq sevinən qullardan olaq. Allah Azze ve Celle'dən dilirəm ki, bizlərə bu bayram sevincini yaşatdığı kimi, bizlərin övladlarına və zövcələrinə bu sevinci yaşatdığı kimi, əsarətdə olan, cihad meydanlarında olan və fərqli yerlərdə fərqli çətinliklərlə üzləşən müsəlman və qardaş və bacılarımızı da bu cür bizi sevindirdiyi kimi və bundan daha artıq şəkildə sevindirsin. Allah Azze ve Celle o yetim evlatları bizim evlatlarımızı sevindirdiyindən daha artıq sevindirsin. Və zindanlarda olan qardaş və bacılarımızı tezliklə öz ailələrinə qovuştursun. Allah Azze ve Celle bu dinin ayaqda durması üçün dili ilə, əli ilə, elmi ilə və silahı ilə cihad edən müsəlman qardaş və bacılarımızı müzəffər etsin. Onları tağutlara qalib etsin. Allah Azze ve Celle bizləri tağutların birbaşa zülmlərindən, əziyyətlərindən qorusun. Onların gözlərin və dillərin bağlasın. Allah Azze ve Celle haqq dəvətə bərəkət versin. Allah Azze ve Celle bizləri xeyir əhlindən etsin. Allahümme amin, Allahümme amin, Allahümme amin. Subhaneke Allahümme ve bihamdik. Əşhədu en la ilahe illa ent. Əstəğfiruka və atubu ileyk. Təqəbbəlallahu minnə və minkum. Allah bayramlarınızı xeyirli, bərəkətli etsin. Təbrikləşə bilərsiniz inşallah.